Hər birinizə salamlar dostlar, kanala videoma xoş gəlmisiniz. Deməli dostlar, nə vaxtdandır kanala video atmıram. Çünki hər həftənin bazar günü ya evdəkilər evdə olurdu, işə getmirdilər, ya da mən işə gedirdim. Ona görə də hər həftənin bazar günü bir 3-4 həftə elə video gəlmədi. Ən son video oldu da, bildiyiniz kimi bu təzə aldığım telefonu 2 ay istifadəsi belə 2-3 elə istifadə videosu gəldi. Deməli bugün sizlərə nə göstərəcəm dostlar? Sizə elə bir şey göstərəcəm ki, yəni o oynadığınız oyunlarda sizi mazq eləyən reklamlardan pulsuz qurtulacaqsınız da, yəni sadəcə 10 saniyə vaxtınızı alacaq da. İndi tapmağınız bilmirəm, tez tapanlarda olacaq ayarlardan, parametrlərdən. Bəziləriniz də gec taparsınız, bilmirəm. Amma bu elə bir göstərdiyim, istədiyiniz oyunun qabağınıza bir dənə də reklam gəlməyəcək. Hansını oynayırsınızsa, reklamlı oyunlar hansı varsa. Deməli dostlar, göstəreyim sizə, bu köhnə telefonumdur. Göstərim bunu sizə. Dönsün. Bax məsələn buradan girəcəksiniz parametrlərə. Parametrlərə girdiniz. Məndə indi Samsungdur. Məsələn buradan bağlantılar deyəcəksiniz. Bağlanırsa bundan başqa bağlantılar yoxdur. Bu internet elə bil ki, təzə telefonun internetidir. 14T Pro. Deməli buradan ən aşağı gələcəksiniz. Burada daha çox bağlantı parametrlər yazır. İndi bəzilərinizin telefonu türk dilində ola bilər, bəziləriniz də rus dilində ola bilər. Amma məndə belə yazır. Girəcəksiniz buna. Burada deyəcək VPN-dir, fərdi DNS-dir, nə bilim nə. VPN deyil. Bax burada fərdi DSN yazır. Elə deyilmi? Bu fərqli DNS-yi buradan fərdi DNS-yə basacaqsınız. Burada DNS-nin adını yazacaqsınız. Bax məsələ burada. Mən burada yazmışam. Bax eyni bunu yazacaqsınız. dns.adyard.com. Yəni bunun eynisini mən bunu videonun açıqlama qismində bir də yoruma qoyacağam. Elə bir ki, oradan kopyalayıb yapışdıra bilərsiniz. Bilmirəm, artıq sizə qalıbdır. Mən məsələ bunu seçirəm. Bunu silin məsələ təzədən yazım. Görəsiniz. Bax dns.adyard.com, yəni com. Tamam deyib yaddaşa yazacaqsınız. Vsyo, fərdi DNS-miz bu oldu. Bu elə bir ki, ilk başda həmən dəqiqə işləmir. Məsələn, oyundan 1-2 dəfə çıxıb girdikdən sonra işləyəcək. Məsələn, məndə burada reklamlı oyunlar hansıdır? Bax, elə bu 4-ü məsələ reklamlı oyundur. Bu da reklamlı oyundur. İndi bunda da versiyası çox köhnədir də, hiləlidir bu. Hardasa 1 il bundan qabağın versiyasıdır. Məsələn, məndə Going Balls var. Bunu açaq. Məsələn, bunun ənkə reklam gəlir. İndi bilmirəm, gələcək, gəlməyəcək. Çox ənkə reklamlardan biri gələndir. Dostlar, mən heç promo göstərmədim. Elə bil ki, oyunlara reklam gəldiyini. Hansısa bilirsiniz ki, bu oyunlara reklam gəlir. Mənim göstərməmə məncə ehtiyac yoxdur da. Yəni, bir də dostlar, səhər-səhər durmuşam. Durmaz bax video çəkmişəm. Ona görə də danışa bilmirəm, üzrlü sayın. Burada məsələ bunun qabağı. Bu ölək məsələ, qazanaq ölək deyirəm. Burada uduzmaq yoxdur. Gərək uduzmaq üçün kənarlardan özünü atasan. Gəlmədi. Bax, məsələ bunu eləyək. Buradan istədiyimiz birini açaq. Uyda, baxdıq o da. Baxdıq o da gör nə açdıq. 3 dənə şey. Bax, burada reklam şeyi gəlmədi. Gördünüz? Bax, izləmək üçün reklam gəlmədi. Finish deyirsiniz. Drop deyirsiniz. Gözləyim bir dənə. O gün yenə gələcəkdir. Oy belə nə olub? Bax, yenə gəlmədi reklam. Görürsünüz dostlar, reklamı əngəlləyir bu. Yenə reklam yoxdur. No thanks deyirsiniz. Buradan yenə no thanks deyirsiniz. Burada reklam izləmə nə var? Bax, yenə gördünüz, reklam şeyi gəlmədi. Reklam əngəllənibdir. Məsələ bunu çıxdıq. Bunda da reklam getdi məsələ. Buradan girək Subway Surf'a.
Bu video 5 dəqiqə oldu, amma məcbur yəni göstərmək üçün bu qədər uzun oldu. Sıxılacaqsınızsa artıq öz fikrinizdir. Yəni özünüz bilərsiniz, çıxa da bilərsiniz videodan, çıxmaya da bilərsiniz sona qədər də izləyənlər. Əgər bu sona qədər izləyən varsa, dostlar, bir günorta canlı yayın açacağam YouTube-da. Məsələn, mən short video atıram, 1-2 gün short video atdım. Yorumlar tökülüşüblər ki, sən şey eləyirsən də, kurgu eləyirsən, sən dostlarından oynayırsan, ona görə hamını öldürsən, belə yazırlar da mənə. Hamısı yəni kurgu falan deyil dostlar, hamısı qlobaldan gələndir də. Yəni mən burada tanıdığım kim var? Türkiyədə tanıdığım adam var ya, amma belə səmimi söhbətimiz yoxdur da, başa düşdünüz? Elə bir yoxdur yəni. Burada free deyir, yəni reklam izləyin deyir. Burada reklama basacağam görüm gəlir. Waiting deyir, gözləyin deyir. Bax reklam gəlmədi. Normalda internet də açıq da, baxın. İnternet var yəni. Bax 14T Pro deyir Wi-Fi-yə. Waiting deyir. Amma şey olmadı. Gəlmədi. Hə, no connection belə, connection problem falan deyir. Ha, buna da claimdir. Neyse bunu geç. Tamam. Burada nə izləyə bilərik məsələ? Neyse buradan çıxaq. Mən burada reklam izləyəcəyim bir şey gəlmir ağlıma. Bax, öfrə deyirəm, buradan claim deyirəm, olmur. Bunu claim desəm olacaqdı. Amma onu olmadı. Buna olmur. Neyse, gördüyünüz kimi reklam gəlmir. Bax, öldüm. Yenə gəlməyəcək. O DNS-dən sonra gəlmir. Ancaq waiting, yəni gözləyin deyir. Reklam yüklənir. Yoxdur. Neyse, bunda da reklam gəlmədi. Amma sizi belə gözlədəcəkdir. Onu gözləməyiniz biraz vaxt alacaq. Ona da girək. Məsələn, buradan həmişə bax, bura continue'ya basanda reklam gəlir. Amma baxın, gəlmədi. Reklam yoxdur. Məsələn, burada mən nə eləyə bilərəm? Hold on deyir. Get free surface bir şey falan. Hə, deyir burada reklam izləyib şey eləyə bilərsiniz. Ayda çıx buradan. Allah, o telefonu öyrəşmişəm deyə. Düymələrə öyrəşli deyirəm. Sil bunu buradan təzədən gir. Tez elə buradan buna basaq. Bax, yenə gəlməyəcək reklam. Belə dostlar da, yəni gördüyünüz kimi reklam bir şey yoxdur. Rahatlıqla o DNS-ni quraşdırıb eləyə bilərsiniz. Baxın, yenə gəlmədi. Burada ən-ki reklam gəlir də, yəni 2-3 dənə reklam gəlir ən azından. Çıxaq belə. Yəni reklam yoxdur, rahatlıqla quraşdırıb reklamsız oyun oynaya bilərsiniz. Bir də dostlar, yadınıza gəlir bilmirəm. Bir əvvəlki videoda şey var idi. Nədir onun adı? Pulsuz YouTube Premium, nə bilim, o bu. O var idi. O da itkin düşdü. Elə bir onu sildilər. Yoxdur artıq o. Yəni YouTube Google'dan sildilər də, yəni pulsuz da YouTube Premium bir şeylər qalmadı. Mənim bu videomdan sonra, o paylaşdığım videodan sonra o yoxdur. Yəni həm o video telif gəldi. O videodan sonra o sayt yoxa çıxdı da dostlar. Bilmirəm nə olsa yoxdur. Neysə, bugünlük video bu qədər dostlar. Əgər axıra qədər izlədiysəniz dediyim kimi günorta canlı yayın açacağam. Bu videonu indi paylaşacağam. Kəşfiyyata düşmək biraz gecə olur. Canlı yayın açacağam. Orada gəlin PUBG Mobile oynayacağam. Dəvət atanlardakı dəvət atanlarla da oynayacağam yəni. Belə, bugünlük bu qədər dostlar. Sağ olun, salamat qalın. Özünüzdən müğayət olun. Bir başqaki videoda görüşənədək. Bay bay.